Salam. Bu günləri biz sizinlə dünyanın ən kiçik materiki olan Avstraliya haqqında danışacağıq. Avstraliya cənub və şərq yarımkürəsində yerləşir. Avstraliya materikinin sahəsi 7,7 milyon kvadrat kilometrdir. Avstraliya materikinin şimal ucqar nöqtəsi York burnu, cənub ucqar nöqtəsi cənub-şərq burnu, şərq ucqar nöqtəsi Byron burnu və qərb ucqar nöqtəsi isə Steep Point burnudur. Avstraliya materikinin ən hündür zirvəsi qədim Paleozoy yaşlı böyük su ayırıcı dağlarında yerləşən Avstraliya Alplarındakı Kosciuszko zirvəsidir. Onun hündürlüyü 2228 metrdir. Ən alçaq nöqtəsi isə Eyre gölündə -16 metrdir. Avstraliya materiki ümumilikdə platformada yerləşib. Avstraliya materikində neotektonik hadisələr müşahidə edilmir. Avstraliya dünyanın ən quraq materikidir. Avstraliya materikində böyük qumlu səhra, böyük Viktoriya səhrası, Hibson və Simpson səhraları yerləşir. Avstraliya materikin sahillərini iki okeanın suları yuyur, Sakit okean və Hind okeanı. Avstraliyada əsas sahil xəttlərinin uzunluğu məxsusdur Hind okeanına. Hind okeanına məxsus sulardan Karpentariya körfəzi, Arafur dənizi, Timor dənizi, coğrafiyaçılar körfəzi, Böyük Avstraliya körfəzi Hind okeanının sularına daxildir. Sakit okeandan isə Mərcan dənizi və cənubda Tasman dənizi Avstraliya materikinin sahillərini yuyur.